Bir adam iki yerdən dəhşətli məlumat atdı ki, bütün una, Bakıdakı satılan unların hamısına, Azərbaycanda satılan unların hamısına yarı kubik tozu qatılır. Kubikin tozu. Hətta deyir, elə hallar olur ki, daha çox qatırlar. Heç undan əsər əlamət olmur. Baxın, mən video paylaşıblar, cəbhəçilər deyəsən paylaşıb. Altdan yazıblar ki, əvvəl unu sıçanın əlindən unu bilmirdik, hara gizlədək sıçanın əlindən. İndi unu açıqca qoyursan sıçan yemir. Unu açıqca qoyursan sıçan yemir. Hamı paylaşır orada, qadınlar deyir ki, un əliyirəm deyir. Deyir, xəmir eləmək istəyirəm deyir. Xəmir eləmək istəyirəm. Deyir, palçıq kimi olur. Deyir, droju artıqlamasıyla vursam da xəmir şişmir. Özdə bu hallar çox olur və tez-tez olur, həmişə olur deyir. Yəni, artıq insanların mədə altı vəzi xərçəngi və bağırsaq xərçəngi ən ağır xərçəngdir. İnsanları ona yoluxdururlar. Dəyərli vətənlərim, heç bir zamanda aldığınız çörək yeyirsiniz, yeməyin. O çörəyi alıb yeməyin. Heç bir hazır un alıb çörək pişirməyin. Gedin qardal alın. Gedin kəpək çörək yiyin, qardalı çörək yiyin, qreçka çörək yiyin, mərci çörək yiyin, qaroq çörək yiyin. Çörək yeməyin. Yeməyin çörək. Vallahi billahi hamısı bütün unlara kubik tozu qatırlar. İlham Əliyev getdi, Azərbaycan xalqının yarısını yatırdıq gedəcək. Yarısını yatırdıq gedəcək. Rayonlarda dəyirmanlar niyə dayandırdılar? Hər rayonda qalıbsa bir-iki dəyirman qalıb. O da nə üçündür bilirsinizmi? Məsələn, Zaqataladakı o ən böyük dəyirman niyə qalıbdır? Kəmaləddin Heydərov 6 aydan bir ya ildə bir dəfə bir maşın kamaz un buğda göndərir, buğda. Özdə buğdası da Rusiyadan gəlir, adam buğdası. Sizin yediyiniz buğda hamısı heyvan buğdasıdır. Heyvanlar üçün əkilən, yem üçün hazırlanası buğdalardır. Və deyərlər vətənlərim, Kəmaləddin Heydərov çəkdirir. Məsələn, hər rayonun klanları var. Hər rayona baxanlar, cənub zonasında var o Kərəm Həsənovlar, nə bilim, o tərəf, hər tərəfə biri baxır. Onlar o dəyirmandan istifadə eləmək üçündür məmurları. Amma sizə xalqa soxuşdururlar un adından yarı un, yarı kubik tozu. Birdən-birə xalqın yarısı oturacaq ölüm döşəyinə. Özdə bilirsiniz, mədə altı xərçəng nədir? Bağırsaq, bir il yaşamır o adamlar. Ən ağır xərçəng o sayılır. Ən ağır xərçəng. Daha onun dönüşü yoxdur. Almaniyada onkoloji nə qədər xəstəlik var? Almaniyada bir Alman dostumuz var idi. Daha doğrusu bizim uşağın